Artıq 21-ci əsrin 3-cü 10 illiyindəyik. Həyatımız çox sürətlə inkişaf edir. Buna iri şəhərlər, yüksək mərtəbəli binalar, yüksək sürətli internet, Facebook, Twitter, Instagram, YouTube, Google kimi böyük şirkətlərin də təsiri var. Həyatımızın bir parçası olan bunlar bizi ana təbiətdən ayırmağa vadar edir. Çünki bunlar təbiətdən çox uzaqdırlar. Bütün bunlarla iç-içə yaşamağımız bizi həm stres, əsəblə zəngin həyata gətirib çıxarır, həm də təbii gözəlliklərdən uzaqlaşdırır. Bugün isə bunların hamısını bir kənara qoyub, təbiətin cənnəti adlandırılan Havayi adalarının ən gözəl və böyük botanika bağlarından biri olan Homoluha botanika bağına gəldim. Bu bağa girdiyinizdə bir şeylərin fərqli olduğunu hiss etməyiniz zaten çox çəkməyəcək. Buradakı sakitlik və təbiətin yaşıllığı sizə təbiətdən nə qədər uzaq düşdüyünüzü bir daha xatırladacaq. Həmçinin digər tərəfdən topladığınız bütün əsəb və stresi bir anda ruhunuzdan uzaqlaşdıracaq. Burada kiçik bir video çəkib bu gözəllikləri sizinlə paylaşmağa özümə bir borc bildim. Güman edirəm ki, videonu bəyənəcəksiniz. Salam dostlar, hal-hazırda Homoluha botanika gardına gedirəm. Marşrut gözləyirəm. Havayidə marşrut sistemi çox qəşəngdir. Bunu əvvəl də qeyd eləmişdim. Və burada Google Map işlədənlər marşrutun qiymətinə kimi hər bir şeyi görə bilir. Vaxtında işlədiyini də görə bilirlər. Yəni saat neçədə gəlib, neçədə gedəcəyini bilirik. Ona görə asandır. Hal-hazırda marşrutdan düşdüm və botanika gardının girişinə gəldim. Hansı ki, burada marşrutdan bura qədər hardasa 2 dəqiqə piyada yoldur. Yəni yaxın yerə qədər gəlir. Marşrutun nömrəsi 60-dır. Honolulu mərkəzindən gəldi marşrut. Və bu gördüyünüz Botanical Garden'dır. Adı yadımdan çıxır. Ona görə hər dəfə təkrar eləmək istəmirəm, amma yazacağam aşağı. İtlərə giriş olmaz deyir. Şəkil çəkmək yolun ortasında, yəni bu görürsünüz onları. İndi yəqin ki, icazə alıblar. Normalda şəkil çəkmək olmaz yolun ortasında. Hal-hazırda Botanika Garden'a giriş elədim. Giriş pulsuzdur, ilk öncə onu deyim. Botanika Garden'ın ünvanını tapmaq üçün, yəni bura gələnlər rahat olsun deyə link atacağım videonun açıqlama bölümündə. İlk öncə deyim ki, bu yol hansı ki məşhur yoldur, bilirsiniz. Burada video çəkmək, şəkil çəkmək olmaz yolun ortasında dayanıb. Kənarda dayanıb çəkmək olar ya da gedə-gedə çəkə bilərsiniz belə. Amma yolun ortasında dayanıb çəkmək olmaz. Təbii ki, çox adam eləyir. Sadəcə məlumat üçün deyirəm. Bu arada gördüyünüz kimi maşınsız gəlmişəm bugün. Çünki bilmirdim açıqdır da ya. Yəni buranın açıq olduğunu bilmirdim və o mənim əsas video çəkmək istədiyim yer necədir deyə bilmirdim. Yəni bir növ kəşfiyyat xarakterli gəlmişəm və çox güman sabah hava yaxşıdırsa rentekar götürəcəm, maşını kiraya götürüb gələcəm. Əgər dronum da gəlməsə onu cancel edib başqa, yəni lokal mağazadan alıb gələcəm. Çünki burada dronla video çəkmək çox möhtəşəm. Məzun günüdür deyə, yəni bu günlərdə məzun günüdür deyə hamı məzun şəkilləri çəkdirir. Parkın ortasında belə bir yol gedir. Hara getdiyini bilmirəm. İndi gedib görmək istəyirəm sizlə. Həm də video çəkim göstərim sizə də. Bu yolu görək. Hara gedir. What's over there? It's just a path and it keeps going. Oh, okay. Yeah. Thank you. That's yol diyor yani. Keçib getmək üçün yani.
Lake yazılıb. Hansı ki çox güman ki orada qabaqda göl var. Orada gedib çəkəcəm sizə. Göl mənzərəsində insanlar çoxlu şəkillər çəkdirməyə gəlirlər, həm də ki balıqlar, qəşəng balıqları seyr etməyə gəlirlər. Burada bir dənə ada kimi belə yer var. Adanın içində ada. Bilmirəm, görə bilirsiniz ya yox. Çox qəşəng balıqlar var burada. Timsah falan olmaz, çünki olsa yazardılar hər halda. Amma çox gözəldir. Həqiqətən dəhşət gözəl yerdir. Hava adalarını məsləhət görürəm. Botanika Garden adı yadımdan çıxır. Honeylight neydi? Onu da qeyd edəcəm, aşağıdan yazaram sizin üçün. Çox gözəldir həqiqətən. Koronavirusla bağlı burada Botanika Garden'da piknik eləmək olmaz, amma çox adam yəni gəlib stolda oturub evdən gətirdiyi yeməkləri yeyir. Amma burada mangallar varmı, kebab və barbecue steak eləmək mümkündürmü, onu dəqiq bilmirəm. Çünki o barədə hələ heç bir şey görməmişəm ki, barbecue eləməyəm. Bu arada Botanika Garden'a giriş pulsuzdur. Digər gardenları bilmirəm, amma buradakına pulsuzdur. Yəni maşınla belə girsəz pulsuzdur. Mən amma Boston'da bir yerə getmişdim. Orada Botanika Garden idi, səhv eləmirəmsə. Amma orada parkinqə görə pul almışdılar, amma burada almalılar. Göl mənzərəsi var burada. Dediyim kimi gölün ortasında elə bir balaca bir ada kimi bir yer var. Çox qəşəngdir. Adam saatlardır buradan göl mənzərəsini seyr etməyə gəlir. Çox gözəldir. Burada at falan da saxlayırlar. Bir şey fikir verdim. Burada hər bir ağacın üstündə belə nömrələr var. Göstərim sizə. Həm deyəsən ağacın adıdır, həm ailəsidir. Hətta kökündə belə bir şey də var. Burada da var. Yəni burada gördüyünüz hər bir ağacda var. Sadəcə maraqlı gəldi. Sizə də göstərim dedim. Bu daşlar hamısı, gördüyünüz daşlar hamısı vulkanik daşlardır. Çünki bundan əvvəlki videoda göstərmişdim sizə. Vulkanik daşlardır. Bir də ayaqlarını çəkim görəsiniz. Mişanın ortasındakı ayaqlarını. Burada da böyle ayak yolu yeri var.
Buralar hər yer piknik üçün ayrılmış yerlərdir. Bu görürsünüz yəqin ki, stolları falan. Bunlar hamısı piknik üçün ayrılıb. Deyək, kebab pişirmək üçün belə bir yer var. Burada nəsə yandırıb kebab eləmək olur. Uzun müddətdir ki, şəhərdə yaşayıram. Həqiqətən belə təbiət üçün çox darıxdığımı hiss elədim. Çünki insan sanki yenidən doğulur. Yəni çox gözəldir, həqiqətən çox gözəldir. Təmiz hava. Yəni oksigendir də burada görürsünüz də. Çox tək-tük maşınlar gedir, onların karbon dioksidi havanı çirkləndirsə də bu qədər oksigen, yəni bunu təmizləməyə yetəcək qədərdir məncə. Çox gözəldir yəni. Hal-hazırda Botanika Garden'ın demək olar ki, ortalarındayım. Çox gözəl yerləri keçib gəlmişəm. Çox möhtəşəm yerlərdir. Daha öncə bir çox ştatların Botanika Garden'larında olmuşam, amma belə gözəl olmamışam. Azərbaycanda da var da, yəni Botanika bağı. Yəni belə deyil. Bugünlük Botanika Garden'la bağlı bu videom bu qədər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Əgər Havaya'ya gəlsəz, bu Honolulu'da yerləşən bu gözəl Botanika Garden'a gəlməyi unutmayın. Çox sağ olun, özünüzə yaxşı baxın. Təşəkkürlər.